Salam, hər vaxtınız xeyir olsun değerli YouTube izleyicilerimiz. Bugün sizi elə bir evlə tanış eləyəcəm ki, inanın ki, bu evimiz heç demək olar ki, bir həftə satışda qalmayacaq. Həm keyfiyyəti baxımından, həm də ki, içi tam doludur. Belə deyim, boş evin qiymətinə içi tam dolu həyət evi əldə edə bilərsiniz. Zəhmət olmasa videomuzu sona qədər izləyin. Evin bütün məlumatları videomuzun daxilində qeyd olunur. Sənədi həm evin, həm də torpağın kopçasıdır. Evimizin yerləşmə yeri Maşdağa qəsəbəsidir. Maşdağda 293 saylı orta məktəbin yaxın məsafəliyindədir. 2 sotun içindədir. Yerdən 8-9 daş kürsüdə tikilib. Evin padvalına girişi var. Padvalı qupquru padvaldır. Çardağına girişi var. Həyətimiz ən bahalı tamit daşlarından döşənilib. Evin ətrafına keçmək üçün də zabordan geniş məsafəsi saxlanılaraq tikilib. Qazı suyu işığı daimidir. Sayğaçlarının hər biri var. Gəlin keçək evin daxilində sizi tanış edeyim. 4 otaqlı 130 kvadrat evin ümumi sahəsidir. İçi tam doludur. Kombisi var. Mətbəx mebeli var. Hamamın aksesuarı var. Mətbəx mebeli də ən bahalı və ən keyfiyyətli mebeldən istifadə olunub. Sənədi tam qaydasında, evin torpağın kopçasıdır. Dəhliz sistemlidir. Dəhlizindən də otaqlarına bölünür. Altı beton, üstü kəmər, 4 bir tərəfi qoşadaşla tikilib. Asfaltdan da cəmi 20-30 metr məsafəsi var. Dəhlizə daxil olduqda sağda gəlir belə bir mətbəx hissəmiz. Mətbəx mebeli də var. Yeni bir daha qeyd edirəm ki, ən keyfiyyətlisindən bundan əmin ola bilərsiniz. Qaz, su, işıq daimidir. Sayğaçlarının hər biri var. Evin tikintisi zamanı ən keyfiyyətli materiallar istifadə olunub. Qoşadaşdır. Hər bir divarı qoşadaşdır. Altı betondur. Üstü də kəmərdir. Evimizin ünvanını bir daha qeyd edirəm. Maşdağa qəsəbəsidir. 293 saylı orta məktəbin yaxın məsafəliyindədir. Asfaltdan da cəmi 20 metr məsafəsi var. 2 sotda demək olar ki, hətta 10 daş kürsüdə tikilib. 4 otaq 130 kvadrat evin ümumi sahəsidir. Evimizin qiyməti 118.000 manatdan satışa çıxıb. İnşallah ki, real müştərilərimiz olsa, evin qiymətində də gözəl bir indirim olacaq evin sahibi tərəfindən. Əziz və dəyərli müştərilərim, evlə bağlı əlavə nə suallarınız olsa, buyurub zəng edərək məlumat ala bilərsiniz. Əziyyət çəkib videomu sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. Kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın. Göz haqqınızı da halal edin. Bu da ən sonuncu yataq otağımızdır. Kim alacaqsa Allah həm alana, həm də satan müştərimizə ən xeyirlisini qismət eləsin inşallah.